kim yoxdur dərsdə? Səadət burdadır, Şəvanə yoxdur. Səadət, bir az Şəvanəni işarə elə gəlsin. Təmasi bir də qrupda işarələyin ki, gəlsin. Gəlin baxaq. Hansı maddə suda həll olmur? Bunun qaydasını keçən dəfə demişdim. Yenə deyirəm, yenə təkrar edirəm. Bilməlisiniz ki, natrium, kalium, NH4 olanların hamısı hər zaman suda həll olur. NO3 iyonu olanların da hamısı suda həll olur. Sulfat turşusundan kalsium SO4, barium SO4, gümüş sulfat, stronsium, bir də Qurğuşun qurğusu. da Bu 5-i çöküntüdür. Digərlərinin heç biri çöküntü deyil. Fluoridlərdən isə yalnız çöküntü olan gümüş flor və civə fluoriddir. Civə nədir? Civə də var, amma qurğuşun fluoridini siz bilməlisiniz. Qurğuşun fluoridi. Bundan başqa digər duzlar isə suda həll olur. Bir də digər turşuların yalnız natrium, kalium, amonium duzları suda həll olur. Misal üçün, ortofosfatın yalnız bu üç duzu suda həll olur. Karbonatın yalnız bu üç duzu suda həll olur. Daha sonra gəldik indi bura. Deyir, hansı maddə suda həll olunur? Barium SO4. Bayaq dediyimiz 5 duzun tərkibinə daxildir. Temperaturun azalması ilə qazların həll olması necə dəyişir? Temperaturun azalması ilə qazların həll olması tərs mütənasibdir, yəni azalır. Təzyiqin artırılması bərk maddələrə təsir etmir, yəni dəyişmir. Təzyiqin azaldılması qazların suda həll olmasını azaldır. Təzyiq azalarsa azalar, artarsa artar. Bir dənə 2-də indi görürəm. Burada temperaturun azalması deyilmiş. Temperatur artsa, qazların suda həll olması azalar. Temperatur azalsa, qazların suda həll olması artar. Əksdir. Azalma sözünü tam görməmişəm. Sonra, temperatur artdıqda hansı maddə halda hər iki maddənin həll olması artar? Bərk maddə olmalıdır, D bəndi. Təzyiq artdıqda hər iki maddənin suda həll olması artar, qaz halında maddə olmalıdır. Y bəndi. Hansı maddələrin suda həll olması təzyiqdən asılı deyil, bərk maddə olmalıdırlar. Y bəndi. Hansı maddələr suda həll olur? Bayaq dediyimizi tətbiq eləməliyik. Dedik ki, digər turşuların bir kalium, bir də amonium duzları suda həll olur. Ona görə 2 və 3 B bəndi. 9-da da həmçinin 2 və 3 B bəndi. olmur deyir orada. Birində olmur deyirsə 1 və 4-dür. Xəstəyəm, sözləri fərz oxuyuram. Hansı maddələrin məhlullarını qızdırdıqda kütlə payı artar? Bu o deməkdir ki, məhlullarını qızdırdıqda su buxarlanıb gedir, geriyə həmin maddə qalır deyə onun kütlə payı artır. Burada cavab 1 və 4-dür. Niyə 2 ilə 3-ü götürmürük? Çünki 2 ilə 3-ü qızdırdıqda onlar parçalanır. Parçalanır deyə kütlə payları artmır, əksinə azalır. NH4OH amonyak və su əmələ gətirir. Nitrat turşusu da parçalanır deyə deyirik ki, 2, 3 yox, cavab burada 1 və 4-dür. Hansı maddənin məhlullarını hazırlamaq olmur? 3 ilə 4-ün. Niyə hazırlamaq olmur? Çünki bunların üzərinə suyu töksəm, natrium H su ilə birbaşa reaksiyaya girəcək. Əmələ gətirəcək natrium OH və hidrogen. Kalsium karbid də su ilə reaksiyaya girib, kalsium OH2 və C2H2 əmələ gətirəcək. Hazırlamaq olmur deməsi, yəni su ilə reaksiyaya girməsi deməkdir. 12-yə baxırıq. 20 dərəcədə hansı qablarda duzların verilmiş kütləsi tam həll olar? 1, 3. 20 dərəcədə hansı həll olar? 5 duzdan başqa hamısı həll olur deyə 2, 3. Həll olma əmsalı nədir? Həll olma əmsalı Onlar hil oldu. nə? Onlar hil oldu 12 ilə 13. Sulfat turşusunun yalnız hansı suda tam həll olur? Hansıları çöküntüdür? Natrium kalium. Sulfat turşusunun yalnız Çöküntü natrium kalium. Yalnız natrium Natrium kaliumdur. kalium NH4 olanlar həll olur da. Bayaqdan bəs mən lövhədə yazanda görmürdük ki, sulfat turşusunun yalnız 5 duzu çöküntüdür. Hə, görmüşdüm, mən bədə baxdım. Nədir? Bunlar çöküntüdür. Qalanları hamısı suda həll olur. Qurğuşun olan.
Başa düşdüm. Başa düşdüm. Bildim mən də. Başa düşdün? Bəli, bəli. Həll olunma əmsalı nədir? Müəyyən temperatur. Müəyyən temperaturda 1000 ml həllediicidə doymuş məhlul əmələ gətirməsi şərti ilə həll olan maddənin qramlı miqdarı. Cavab burada C bəndidir. 15. Həll olunma əmsalının vahidi qram bölü litr. 16. 170 qram suda amoniakın neçə qram olduğunu taparam. 112 litrdirsə 5 moldur. 5 mol amoniakın kütləsi də 85 eləyir. 85-i bölürəm 170-ə, vururam 1000-ə. O da eləyir 500. 17-də 50 qram duzdur, 200 ml suda həll edilibdirsə, 50-ni bölürəm 200-ə, vururam 1000-ə. O da eləyəsidir, sıfırlar gedir deyə cavab yenə qalır 500. 250 B bəndi. Aydın oldu uşaqlar? Bu səhifədə sualınız yoxdur ki? Sonra keçirəm davamına. Deyir ki, bizə müəyyən temperaturda duzun suda doymuş məhlulun 250 qramında 50 qram duzu var. Onda 250-dən mən çıxaram 50-ni, görüm nə qədər sudur, nə qədər duzdur. 250-dən çıxıram 50-ni, qalır 200. Deməli 200 qram duzdur, 50 qram duzdur, 200 qram sudur. Bunu tapmaq üçün də 50-ni bölürəm 200-ə, vururam 1000-ə. Bu da olasıdır 250, yəni B bəndi. 19-da 320 qramında 120 qram duzdursa, yenə 320-dən 120-ni çıxıram, qalır 200. O zaman 120-ni bölürəm 200-ə, vururam 1000-ə. Bu zaman deyir 600. Natrium nitratın temperaturdan asılılığı bərk maddədir deyə artır, SO2 qaz halındadır deyə azalır, yəni D bəndi. Kalium nitratda artır, CO2 də azalır. Həmin variantımız da C bəndi. Müəllim, CO2-də niyə azalır? Çünki qazdır. Temperatur qazlar ilə tərs mütənasibdir. Temperatur artanda qazların suda həll olması azalır. Dedi? Başa düşdüm. Bəli. Doymuş məhlulları duru və qatı suda həll olursa, qatıda suda həll olmursa durudur. 1 ilə 2 həll olmur deyə duru, 3 ilə 4 həll olur deyə qatıdır. Yəni A bəndi. Hansı maddələrin suda doymuş məhlulu qatıdır, suda həll olmalıdır? 2 və 3, saxaroz və natrium OH. Biz bilirik ki, əsaslarımızdan, yəni OH olanlardan yalnız qələvi və qələvi torpaq metalların əsasları suda həll olur. Yəni litium OH, natrium OH, kalium OH, kalsium OH2 suda həll olur, nə bilim, rubidium OH, sezium OH və s. Bir də NH4OH suda həll olur. Digərləri həll olunur. Ona görə maqnezium OH çöküntüdür, kalsium SO4 də çöküntüdür. 24-də durudur deyirsə, çöküntü olanı götürməlisiniz. 2 və 3. A qram maddə B qram suda həll edildikdə alınan doymuş məhlulda həll olunma əmsalını tapın deyirsə, A-nı bölürük B-yə, vururuq 1000-ə. 26-da sulfat turşusunun qaynama temperaturu suyun qaynama temperaturundan böyük olduğuna görə burada uçub gedən sudur. Amma xlorid turşusu sudan daha tez qaynayır deyə bu biri qabda uçub gedən H-xlor. 27-də heç bir şey, ən üstü olana baxın. NH4 xlor 800 qramdır. Mis sulfat ondan aşağıda olub. Natrium xlordan aşağıdadır. Ona görə o sıralaması ilə düzəndə natri xlor, mis sulfat, NH4 xlor A bəndi. Sonra müəyyən temperaturda 250 qram 20% duz məhlulu üzərinə 10 qram həmin duzdan əlavə etdikdə doymuş məhlul əmələ gəlir. Bu duzun həmin temperaturdakı həll olunma əmsalını tapın. 250-nin 20%-ni tapırıq. Bölürük 100-ə. Cavab edir neçə? 50. Deməli 50 qram duz var, 200 qram isə məhluldur.
200 qram isə sudur. 50-ni bölürəm onda 200-ə, vururam 100-ə. Minəyi. Burada olur cavabımız 250 bənd. Müəllimə, bəs bu 10 qram Hə, 10 qram əlavə sözün axırını oxumuram ki. Heç bir şey. Bu 250-nin 50 qramı duzdur, 200 qramı sudur. 10 qram da duz əlavə eləmişəmsə, onda olub 60 qram duz. 60-ı bölürəm 200-ə, vururam 1000-ə. Və tapıram cavab 300-dür. Aydın oldu? Bəli. İndi 29 da bunun kimidir. 250-nin 20%-ni tapanda 50 qram duzdur, 200 qram sudur. İndi mən bura 70 qram duz əlavə eləmişəmsə, 50-nin üstünə 70 gəlirəm. Onda nəticədə olur 120 böl 200 vur 1000. Bu da eləyir 600. 400-ün 20% duzdursa, 80 qramı duzdur, 320-si sudur. Bu 320-nin də yarısını buxarlandırmışamsa, geriyə yarısı qalıbdır. Yəni 160 qramı qalıbdır. 80-i bölürəm 160-a, vururam 1000-ə. Eləyir 500. 800 qram 20%li deyirsə, 800-ün 20%-i eləyir 160. Geriyə neçə qalır? 800-dən 160-ı çıxıram. Qalır 640. 600 qram. 640-ın da yarısı buxarlanıbsa, geriyə qalıbdı 320. Bu da eləyir 500 1000-ə vuranda. Qrafikə əsasən X maddəsinin həll olma əmsalını müəyyən edin. Məhlulum 200-dür, həll olan maddəm m qramdır. Suyu tapmaq üçün 200-dən m-i çıxmalıyam. Deməli, onda maddənin kütləsini, yəni m-i böləcəm 200 çıxılsın m-ə, vuracam 1000-ə. Cavabım da burada olacaq. 1000m bölünsün 200 çıxılsın m. 33-də də yenə suyu tapmaq üçün 300-dən m çıxacam. O zaman olasıdır ki, m bölünsün 300 minus m vurulsun 1000. Yəni cavab olaraq olacaq cavabımız D bəndi. Nə doğrudur? Y maddəsi kalium nitrat ola bilər. Temperaturdan asılı olaraq həll olması artıbdırsa, bərk maddədir. Bərk maddədirsə, kalium nitrat ola bilər. Y maddəsi azalıbdırsa, qaz halında olan maddədir. Oksigen qazı ola bilər. Üzrü sayın. Mən burada İnanırsınız bu Y-dir, mən X oxuyuram. Y maddəsi kalium nitrat ola bilər, səhvdir. Niyə? Çünki Y azalıbdır. Azalıbdırsa qaz halında olan maddə olmalıdır. Bərk halda olan maddə olmamalıdır. X maddəsi O2 ola bilər, bu da səhvdir. Çünki qaz halında olan maddə olmalıdır. Bu artıbsa, bərk halda olub. Y maddəsi N2 ola bilər, bir dənə yalnız 3 doğrudur. Çünki qazların suda həll olması temperaturdan tərsdir. Yəni temperatur artdıqca qazların suda həll olması azalır. Daha sonra baxaq davamlı. Verilən gözəl sual. Sabah məktəbə gələcəksiniz. Hardan bilim o sabah gələcək. Bugün getməmişəm. Dünənlər yardan icazə alıb gəlmişəm. Hansı qrafiklər doğrudur? Deməli, baxın. Temperatur artıbdır. 20 dərəcədən 50 dərəcəyə gəlibdir. Temperatur artanda X-in həll olması da artıbdır. Çünki 300-dən 340-a gəlibdir. Həll olması artıbdırsa, deməli X-imiz necə halda maddədir? Temperatur olanda X-in həll olması artıbdırsa, X bərk haldadır. Y-imdə isə azalıbdır. 500-dən 470-ə gəlibdirsə, qaz halında maddədir. Ona gətirsəm, qrafiklərini qoysam, X bərk olduğuna görə təzyiqdən asılı deyil. Y isə düz mütənasibdir. Bu da yanlışdır. Cavab 1 və 2-dir. Y bəndi. Sonra, Müəllimə, bəli.
Burada 300-dən 340 arası artıb deyib. Niyə biz bərk götürürük ki onu? Temperaturdan asılı olaraq temperatur artanda artan qazlarımızdır, bərklərimizdir. Hı? Temperatur axı onlara təsir eləmir. Bərk maddəyə təsir eləmir temperatur. Təzyiq təsir Təzyiq göstərir. edirlər. Bəli. Səhv. Ona görə birinci qrafiki düz göstərdikdə X bərk maddədir deyə təzyiqdən asılı deyil. Gəldik indi 36-ya. X, Y və Z maddələrinin həll olunma əyrilərinə əsasən ifadələrdən hansıları doğrudur? Eyni şəraitdə X-in həll olunması daha azdır, yanlışdır. Çünki eyni şəraitdə, misal üçün T1-i götürün. Həll olunması ən az olan Z-dir. T1 temperaturunda Z-in həll olunması ən azdır, düzdür. Çünki ən aşağıda Z-dir. T2 temperaturunda Y-in həll olması Z-in həll olmasından çoxdur, bəli. T2 temperaturda Y artıq tam həll olubdur. Deməli, burada doğru olan 2 və 3-dür. 37. T1 temperaturunda Z-in həll olması daha azdır, bəli. Çünki ən aşağıda olan Z. T2 temperaturunda Z-in həll olması Y-in həll olmasından azdır, bu da doğrudur. T1 temperaturunda maddələrin həll olunma ardıcıllığı yanlışdır, əksi olmalıydı. X böyükdür Y-dən, o da böyükdür Z-dən olmalıydı. Belə qrafik verib gözünüzü qorxuzmasın. Çox sadə sualdır. Sonra 38. 30 dərəcədə 200 qram suda X duzunu həll etdikdə 250 ml məhlul alınır. Həmin temperaturda bu duzun həll olunma əmsalı 500 qram bölü litr olarsa, alınmış doymuş məhlulun sıxlığını hesablayın. Deməli, mən neçə qram duz olduğunu bilmirəm. X qram duzdur. X qram duzu həll eləmişəm 200 qram suda. Bunun həll olma əmsalı bərabər olub 500-ə. Düsturda yerinə qoyuram. X bölü 200 vurulsun 1000 bərabərdir 500-ə. O da olur. X bərabər olur 100-ə. Deməli, 100 qram duz həll eləmişəm. Məhlulun ümumi kütləsini tapmaq üçün. Suyum 200-dür. 100 qram da duz həll eləmişəmsə, deməli, onda mənim məhlulum 300 qram imiş. Rho bərabərdir M bölü V düsturuna əsasən də kütləm 300-dür. Həcmim isə özü veribdir, 250-dir. Ona görə 300-ü bölürəm 250-yə. O da eləyir 1,5-də 1. Yəni 1,2 Y bəndi. Aydın oldu? Əvvəlcə həll olunma əmsalına görə duzun kütləsini tapıram. Duzun kütləsini biləndən sonra məhlulun ümumi kütləsini müəyyən edirəm. Məhlulun ümumi kütləsini bildikdən sonra onsuz da mənə həcmi veribdir deyə düsturda yerinə qoyub sıxlığı tapıram. Aydın oldu? İndi gəlirik 39-cu suala. Müəyyən temperaturda 32,2 qram natrium sulfatı və 10 mol su kristal hidratının 80. Əvvəlcə bu 82 qram suyu boş verək. Elə bilin ki, bu kristal hidrat məhluldur. 32,2 qramdır. Sən müəyyən eləməlisən ki, burada nə qədər su var, nə qədər natrium sulfat var. Yəni, həll olan duz var. Natrium sulfat həll olan duzdur. Görürəm ki, bu kristal hidratın 322 qramında 142 qram natrium sulfat var. Yəni, 1 bu. 32 onda ikisində nə qədər olacaq? 14 onda 2. 14. Deməli, natrium sulfat 14 onda 2-dir. Bəs onda suyum nə qədərdir kristal hidratın tərkibindəki su? 32 onda 2-dən 14 onda 2-ni çıxıram. 18. Bu 18 qram su mənə bəs eləməyib. Üstünə 82 qram da su əlavə eləmişəm. Onda suyum olubdu 100 qram. Heç bir şey. Nəticədə olubdu 14 onda 2 qram natrium sulfat, 100 qram da su. İndi həll olma əmsalını tapın. 14 onda 2-ni bölün 100-ə, vurun 1000-ə. 142. Bəli, 142 edir. Həll olma əmsalı neçə testdir? 72.
Gəldik əsas məsələlərimizə. Bundan sonra artıq məsələlərimiz başlayır. Deməli, 200 milli suda 5 qram X duzu həll edilir. Bu məhlulu 50 dərəcədə doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı-ayrılıqda aparmaq lazımdır? Gəlin yoxlayaq. Deyir, məhluldan 2 qram X duzu əlavə eləmək. Mənim əlimdə 20 milli su var. 5 qram da duz var. 2 qram da duz əlavə eləsəm bunun üstünə olacaq 7 qram. 7. Bunun həll olma əmsalı neçəyə bərabər olacaq? 7-ni bölürəm 20-yə, vururam 1000-ə. Görün bunun həll olma əmsalı neçə olasıdır? 350. Deməli, Amma 300-dən məndə neçə olmalıdır? 400 olmalıdır. Deməli, bu variantında alınmalıdır, səhvdir. Məhluldan 7,5 su buxarlandırmaq. O zaman duz olduğu kimi qalır. 20 milli sudan 7,5-ini çıxıraq. Bu da olur 5 bölünsün 12,5. Bunu da vururam 1000-ə. Bu neçə eləyir? Səhv eləmirəmsə 400 eləyir. 400 eləyir. Deməli, onda bu 2 doğrudur. Çünki bizə həll olma əmsalını 400 veribdir qrafikə əsasən. Məhlula 5 qram duz, 100 milli su əlavə eləyirəm. Onda duzum olur 10 qram, suyum isə olur 30 qram. Bunu da vururam 1000-ə, burada alınmır. Heç kəsr kimi ədəd çıxır. Ümumiyyətlə alınmır. Bu da gedir. Cavab olur yalnız 2. Eyni üsulla 41-də də bu cür eləyirik. Düzdür? Qırx birdə də deyirik ki, məhlulu 3 qram X duzu əlavə eləmişəmsə, onda olub 8 qram. 8-i bölürəm 20-yə, vururam 1000-ə. Bunda 400 eləyir. Bu doğrudur. 5 milli suyu buxarlandırırsam olacaq 5 bölü 15 vur 1000. Bu 400 eləməyəcək, yanlışdır. 5 qram X duzu 5 milli su əlavə eləsəm 25, yuxarıda isə 10 vurulsun 1000 olasıdır. Bu 400 eləyir. Bu da doğrudur. Deməli, doğru cavab olur 1 və 3. Sonra 42. 10 qram maddədir, 20 milli sudur. Bu yoxlayırsınız. Əgər həll olma əmsalı 1500-dürsə, deməli doğrudur. Onu bölürsən 20-yə, vurursan 1000-ə. Gör cavab neçə eləyir? 500 eləyir. Mənə 1500 lazımdır, ola bilməz. İndi mən sizə burada Məncə bir şey ikinci. deyim. Biraz da belə işinizi asanlaşdırmaq üçün deyim. 1500 qram həll olma əmsalı varsa, siz bilməlisiniz ki, burada 1000 qram da su var. Həll olma əmsalı 1000 qram suya görədir. Yəni, istənilən halda maddənin kütləsi suyun kütləsindən böyük olmalıdır. Və ona görə ikinci də getdi. Cavab yalnız 3 qalır. Onu da yoxlayın. 60-ı bölün 40-a, vurun 1000-ə. Görürsən ki, cavab 1500 eləyir. Misal üçün, indi 43-də Necə dediniz onu? İkincini. 1500-ü böləndə 1000-ə, 1500 maddənin kütləsidir, 1000 qram sudur. O deməkdir ki, duzun kütləsi suyun kütləsindən istənilən halda böyük olmalıdır. Orada da böyük olan yalnız üçüncüdür. Evet. Amma 43-də o getməyəcək. 43-də bir-bir yoxlayın. Və yaxud da nisbətə görə gedə bilərsiniz. Onu demirəm. Onu başa düşsəniz özünüz biləsiniz. Nisbətə görə necə? Ya da deyim. Nisbətə görə deyirsən ki, 600 qram maddədirsə, 1000 qram sudur. Nisbət alanda tək 6-nın 10-a, yəni 3-ün 5 eləyir. Variantlara baxırsan ki, hansında 3-ün 5-ədir. Amma nə edirsən bunu? Siz elə yoxlayırsınız ki, 600-ə bərabərdirsə doğrudur. Bərabər deyilsə doğru deyil. Beyninizi qarışdırmayın bu üsulla. Aydın oldu. Çünki onu hesablamaq çox sadədir. Sonra gəldik 44-ə. 44-də su əlavə olunduqdan sonra duzun suda 10%-li məhlulu alınırsa, X hesablayın. 40 qram doymuş məhluldur. Su əlavə edilmirəm hələ ki. Həll olma əmsalına görə bu suyu silirəm. Əvvəlcə bax, mənə bu hissə maraqlıdır. 40 qram doymuş məhluldursa, mən oradakı maddəni x qram müəyyən edirəm. Onda necə olasıdır? Onda olasıdır ki, x qram maddə varsa, suyumuz 40 minus x-dir. Onda mən x-i, yəni maddənin kütləsini bölmüşəm 40 minus x-a.
Vurmuşam 1000-ə, bərabər olub 1000-ə. Düzdür. Buradan da ixtisar gedir. Qalır 40 minus x bərabərdir x-a. 2x bərabərdir 40-a. X da bərabərdir 20-yə. Deməli, bu 40 qram doymuş məhlulun tərkibində 20 qram duz var, 20 qram da su var. Amma mənə maraqlı deyil. Mənə maraqlıdır ki, bu 20 qram duz deyildi. 20 qram da sudur ha. Bura x qram da su əlavə eləmişəm. Onda məhlulum ümumi nə qədər olubdu? 40 plus x olubdu da, düzdür? Mənə deyir ki, indi maddənin kütləsini 20-ni bölmüşəm məhlulun ümumi kütləsinə, yəni 40 plus x-a əlavə elədiyim suyu da yazdım. Vurmuşam 100-ə, bərabər olubdu 10-a. İndi bunu hesabla tap deyir mənə. Bu deyir x bərabərdir 160. Deməli, mən bura 160 qram su əlavə eləmişəm. Gəldik 45-ə. Suda həll olması zamanı istiliyin ayrılması və yaxud da udulması. Deyirik ki, bərk maddələrin suda həll olması endotermik prosesdir. Qazların suda həll olması eksotermik prosesdir. Q böyükdür 0-dırsa, deməli bu qazdır. Q kiçikdir 0-dırsa bərkdir. İndi uyğun ifadələri müəyyən edin. X və Y üçün. Qaz halında maddə təzyiq ilə düzdür, yəni təzyiq artanda qazın həll olması da artır. Temperaturu ilə isə tərsdir. Ona görə X-a 2 aiddir. Temperatur artanda həll olması artan bərk maddədir. Həmçinin də təzyiq təsir etməyən də bərk maddə olduğu üçün 1 ilə 3 də aiddir Y-də. Doğru variant da olur D bəndi. Həmçinin 46-nı da elə eləyirsiniz. X-imiz olur qaz, Y-imiz olur bərk. Təzyiq artanda artırsa qaza aiddir deyə X-imiz ora aiddir. Temperaturla azalırsa o da qazdır. 1 ilə 2-ni aid edirsiniz, bura 3 aid edirsiniz. Bura cavab olur A bəndi. Gəldik 47-yə. 50 dərəcədəki 800 qram doymuş həllolma əmsalı məhlulu 20 dəqiqədə saxladı. Heç bir şey. Siz bilməlisiniz ki, əvvəla 1600 qram həllolma əmsalı nə deməkdir? Neçə qram məhlul deməkdir? Bu o deməkdir ki, 600 qram həllolma əmsalıdırsa, 600 qram maddəmiz 1000 qram suda həll edilibdir. Yəni məhlulum nə qədər olubdu bu nöqtədə? 1600 olubdu. 1600-də, bu da 1250 olubdu. 1600-dən 50 dərəcədən 20 dərəcəyə gələndə nə qədər doymuş məhlulda, nə qədər çökmə baş veribdir? 1600-dən 1250-ni çıxırsınız. Görürsünüz ki, nə qədər çökmə baş veribdir? 350 qram çökmə baş veribdir. 1600-də 350 qram çökmə baş veribdirsə, deyirsiniz ki, bəs 800-də nə qədər çökmə baş verər? X bərabər olur 350-ni bölün 2-yə, 175-ə. Deməli, 175 qram maddə çökübdür. 800 qram məhlul idi, 175 qramı çökübsə, geriyə nə qədər qalıbdır? 800-dən çıxıram 175-i, geriyə qalır 525. Deməli, məhlulun kütləsi kiçik M-imiz 525-dir. Rho-muz 1,125-dir. Nə oldu? Səsim gəlmir? 625. 625 düz deyirsən, 525-dir. Rho-muz 1,125-dir. V-miz isə sual işarəsi. Səsim gəlir? Gəlir Bəli, bəli. Rho bərabərdir M bölü V düsturuna əsasən də 500 milli bərabər. olur. Necə? V 500 milli olur. Hə, V-ni tapanda elə eləyəcək. M-imiz neçə olmuşdu? 625 olmuşdu. 625-i bölürəm 1,125-ə, o da eləyir 500.
İndi hesablama səhv eləyəndə üzrlü sayında tez-tez deməyə çalışıram ki, inanın qəhrəman atıb dərsə qoşulmuşam ki, uşaqlara dərsi keçə bilim. Sonra bilirəm ki, birazdandan halım yenə pisləşəcək. Hesablama səhv eləyirəmsə siz məni düzəldin. Çox pis qrip yayılıb, çox. Bura bitdi. Gəldik bu bir. Müəllimə bir dəfə düşən, ikinci dəfə mütləq düşür. İndi yəni deyirsən, ikinci dəfə də xəstələnəcəm. Sən Allah eləmə. Bütün Siz bədən onsuz da birinizdə lap xəstələnmişdiniz də, yenə xəstələndiniz. bu yaxınlarda xəstələnməmişdim axı məncə. X hansı maddələr ola bilər? Təzyiqdən asılı olaraq həll olması artıbsa qaz halında maddə olmalıdır. 1 və 3. X hansı maddə ola bilər? Təzyiqdən asılı olaraq dəyişmirsə bərk halda maddə olmalıdır. 2, 5. Nə doğrudur? Həll olunma əmsalı temperaturdan asılı olaraq dəyişir. Həll olunma əmsalı bəli, temperaturdan asılı olaraq dəyişir. Peki. Çünki həll olması artır maddənin, ona görə də dəyişir. Temperaturun artması ilə qazların suda həll olması artır, yanlışdır, azalır. Təzyiq artdıqda qazların suda həll olması artır, doğrudur. Həll olma əmsalının vahidi qram bölü moldur, yanlışdır, qram bölü litrdir. Nə doğru deyil? Həll olma əmsalı temperaturdan asılı olaraq dəyişir. Temperaturun artması qazların suda həll olmasını artırar, yanlışdır. Bərk maddələrin suda həll olması təzyiqdən asılı deyil, doğrudur, bu yanlışdır. Yanlış olan 2, 4-dür, doğru olan isə 50-də 1, 3 idi. Qida sənayesində məhlullar geniş istifadə olunur. Məsələn, kofe hazırlanarkən şəkərin suya əlavə edilməsi ilə şəkərli kofe əmələ gəlir. Bu zaman su molekulları şəkər molekulları ilə qarşılıqlı təsirdə olaraq məhlul əmələ gətirir. Şəkərin suda həll olması bir sıra amillərdən, o cümlədən temperaturdan asılıdır. 20 dərəcədə suda hazırlanmış 200 qram sudan istifadə edilməklə hazırlanmış doymuş məhlul 50 dərəcəyədək qızdırılmışdır. Yenidən doymuş məhlul almaq üçün minimum neçə qram maddə əlavə olunmalıdır? Deməli, siz əvvəlcə bilməlisiniz ki, 200 qram suda 20 dərəcədə nə qədər duz var imiş. Baxıram, hər ikisinə görə duzun miqdarını hesablamalısınız ki, aradakı fərqi biləsiniz. 20 dərəcədə həll olunma əmsalım 400-dürsə, o deməkdir ki, x-i bölmüşəm 200-ə, yəni duzun miqdarını bölmüşəm 200-ə, vurmuşam 1000-ə, bərabər olub 400-ə. Buradan x-i tapın, görün x neçə edir? Deməli 80 eləyir. Bir də 50 dərəcəyə görə hesablayın. X-i bölün 200-ə, vurun 1000-ə, bərabər olsun 700-ə. Burada neçə edəcək? 140 edir mən. Deməli, birində 140-dur. Deməli, 50 dərəcədə 200 qram suda 140 qram kofe həll edə bilirəm. 20 dərəcədə isə 80 qram. Deməli, mən temperaturu 20 dərəcədən 50 dərəcəyə gətirəndə 80-dən 140-a qalxır. Deməli, nə qədər kofe əlavə eləməliyəm? 140-dan çıxıram 80-i, 60 qram kofe əlavə eləməliyəm. Gəldik 53-ə. 120 qram X maddəsi 30 dərəcədə həll olunma əmsalı 1500 olan məhlulun sıxlığı heç bir şey. Deməli, biz əvvəlcə bilməliyik ki, neçə qram suda həll edilibdir. X-i bölürəm. X-i bölmürəm. Bu dəfə maddəni veribdir, suyun kütləsini verməyibdir. Ona görə 120-ni bölürəm. X-a vururam 1000-ə, bərabərdir 1500-ə. X 80 çıxır mən. X 80-dir. Deməli, suyum 80 qramdır.
Duzum isə 120 qram idi. Onda məhlulum nə qədərdir? 200 qramdır. Emim 200 imiş. Sıxlığımı da 1.6 veribsə, V-ni istəyir. V-ni də tapmaq üçün nə edirik? V də bərabərdir 1.6 M bölünsün rho-ya. Yəni 200-ü bölürsünüz 1.6-ya. 200-ü də 1.6-ya böləndə cavab nə çıxır? 125. Cavab da olur 125. Gəldik 54. Eyni maddənin bərabər kütləli müxtəlif məhlulları birinci və ikinci qarışdırılarsa, alınan məhlulun qatlığını faizlə hesablayın. Deməli, əvvəlcə KH 250-dirsə, bunun omeqasını taparam. Omega bərabərdir KH bölünsün KH plus 1000 düsturuna əsasən. Niyə qələm zəif yazır bilmirəm. 250-ni bölürəm, yəni 1250-yə vururam 100-ə. Cavab neçə eləyir? 250-ni bölün 250-yə vurun 100-ə. Beşdə 1 20% eləyir. 20% ilə də 10%-ni qarışdıranda omega bərabərdir. Omega 1 plus omega 2 bölünsün 2 düsturuna əsasən 20-nin üstünə 10 gələm 30, 30 gələm. Aha. Gəldik indi bura. Burada da deyirik ki, neçənci sualda qaldıq? 55-də. 100 qram 10%li duz məhlulunu doymuş hala gətirmək üçün məhluldakı suyun 50 qramı buxarlandırılmışdır. 100 qram 10%lidirsə, deməli 10 qram duzdur, 90 qram sudur. 90-ın da 50 qramı buxarlandırılıbsa, geriyə qalıbdır 40 qram su. Onu bölürəm 40-a, vururam 1000-ə. Cavabı da neçə salırıq? 1000-i bölün 4-ə, 250. Həll olunma əmsalı 400 qram bölü litr olan duzun doymuş məhlulunda 280 qramında neçə qram duz var? Deyirik ki, x qram duzdursa, 280 minus x sudur. Bu zaman x-i bölürsünüz 280 minus x-a, vurursunuz 1000-ə, bərabər imiş 400-ə. Buradan da tapırsınız ki, neçədir? Və yaxud da həll olunma əmsalım 400 veribdirsə, buradan omeqanı taparam. Yəni 400 bölünsün 1400. Burada kəsrlə tapmayın, elə belə tapın getsin. Sonra x-i çıxır, bölürsünüz 280 minus x-a, vurursunuz 1000-ə. O da bərabər imiş 400-ə. Buradan da x çıxır. Həmçinin 57 də belədir. 300 qramında neçə qram duz varsa, x-i bölürsünüz 300 minus x-a, vurursunuz 1000-ə, bərabər imiş 500-ə. 58-də 200 qram 20% duz məhlulu üzərinə həmin duzdan 120 qram əlavə edilibdir. Həll olunma əmsalını tapın. 200-ün 20%-i 40 qram duzdur ki, 160 qram da sudur. 40-ın üzərinə də 120 əlavə eləmişəmsə, bu da olubdur 160. 160-ı bölürsünüz 160-a, vurursunuz 1000-ə, orada da cavab eləyir elə 1000. 59. 200 qram 20% duz məhlulu üzərinə həmin duzdan 40 qram əlavə etdikdə doymuş məhlul alınmışdır. Bu duzun həll olunma əmsalını hesablayın. Deməli, bu dəfə yenə 40 qram duz idi. 40 qram əlavə eləsəm 80 olur. Suyum isə 160-dır. Vururam 1000-ə, cavab bu dəfə olur 500. Gəldik 60-a. 30 dərəcədə 200 ml suda 5 qram X maddəsi həll edilmişdir. Həll olunma əmsalının temperaturundan asılılıq qrafikinə əsasən bu temperaturda məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi həll edilməlidir? 30 dərəcəyə baxanda görürəm ki, X-in həll olması 200-dür. Yəni, X-in öz kütləsini bölsəm 200-ə, vursam 1000-ə, bərabər olası da elə 200-ə. Buradan x çıxır neçə? 40. Deməli, əslində mənim 30 dərəcədə 40 qram duzum olmalıdır ki, tam həll edilsin. Amma mənim 5 qram duzum var. O zaman nə edirik? 5-i 40-dan çıxıram 5-i ki, görüm
40 qram olması üçün mən nə qədər əlavə eləməliyəm? 35 qram əlavə eləməliyəm. 61-də yenə 30 dərəcədə baxıram. Görüm həll olunma əmsalım neçədir? Yenə 200-dür. Yenə suyum bu dəfə isə 300-dür. İndi fikirləşməliyəm ki, duzum nə qədər olmalıdır ki, 300-ə bölüb 1000-ə vuranda cavab 200 eləsin. Bu zamanda x-ım bərabər olasıdır. 10x bərabərdir 60-a. Deməli, əslində mənim 60 qram duzum olmalıdır, amma 50 qram duzum var. Deməli, neçə qram duz əlavə eləməliyəm? 10 qram duz əlavə eləməliyəm. Oldu 61-ci sualımız. Gəldik neçəyə? 62-yə. Düzdür. 62-də 40 dərəcədə 50 ml suda x duzu həll edilərək hazırlanan doymuş məhlulu 20 dərəcəyə qədər soyutduqda neçə qram duz çökər? 40 dərəcədə hazırlanan 50 ml suda nə qədər duz çökər? Biz bilməliyik ki, burada suyum 100 qram verilibdir. 40 dərəcədən 20 dərəcəyə gələndə 100 qram suda nə qədər duz çökür? 50-dən çıxıram 25, 25 qram çökür. Bəs 50 dərəcədə nə qədər çökər? X. X də bərabər olur 25/2, yəni 12/5. 63-də yenə 100 qramda nə qədər çökübdür? 60-dan 30-a gəlibdirsə 30. 20 millidə nə qədər çökər? X. X-i də buradan tapmaq üçün 30-u bölürəm 5-ə, eləyir 6 qram duz çökər. Gəldik 64-ə. Deyir, qrafikdə siqaret duzunun 100 ml suda həll olmasının temperaturdan asılılığı verilmişdir. 20 dərəcədə 200 ml suda 30 qram siqaret duzu həll edilmişdir. Bu məhlulu 20 dərəcədə doymuş yenə eyni şeydir. Bu dəfə sadəcə siz fikir verməlisiniz ki, qrafikdə 1000 ilə ifadə eləməyib həll olma əmsalını. 100 ilə ifadə edibdir. Yəni 20 dərəcədə 100 qramında 25 qram maddə həll olunur. 100 qramında 100 millilitrində 25 qram həll edilirsə, biz amma 200 verib axı. 200-ündə nə qədər həll edilməlidir? X bərabər olur 50-yə. Amma mənim nə qədər duzum var? 30 qram duzum var. Mən neçə qram əlavə olaraq duz əlavə eləməliyəm ki, 50 olsun? 50-dən çıxıram 30-u 20. 65-də də həmçinin. Deyir ki, 20 dərəcədəki 800 qram doymuş məhlulu 50 dərəcəyə qədər qızdırılır. Alınmış məhlulu doymuş hala gətirmək üçün, deməli, həll olma əmsalına görə, məhlulum verilib 800, həll olma əmsalım verilibsə, mən nə etməliyəm? Buradakı duzu və suyun miqdarını tapmalıyam. O da ki, 800 qram doymuş məhluldursa, deməli, x qram duzdur, 800 minus x sudur. Bunu vurmuşam 1000-ə, bərabər olub 600-ə. Buradan tapıram ki, neçəyə bərabər imiş? 10x bərabərdir 120. Çıxılsın 6x, 4x bərabərdir. Nəyi səhv hesabladım ki, mən bəs? Oy. $120 eləyir. Mən 16x. Mənfi 6x-dir deyə, o biri 16x. tərəfə keçən 16x eləyir. Hə. Məsələn, x də bərabərdir 120-yə. Deməli, 120 qram duz varsa nə qədər su var? 800-dən Mən çıxıram. 300-ə. 300 niyə? 800-də axı. 800-dən çıxıram 16x bərabər 4800 olanda x olur 300. X olur 300. Hə, heç bir şey. 300 olsun. 300 qram duzdursa, nə qədər su var imiş? 800-dən çıxıram 300-dür, 500. İndi bu 300 qram duzun üzərinə 50 qram da duz əlavə eləmişəm. Onda duzum olubdu 350.
Suyum isə elə 500 olaraq qalıbdı. Bəs onda həll olunmayan misalım neçə olasıdır? 700. 700. 700. Sonra 120 dediniz deyə mən 120 yazdım. Heç hesablamadım özüm. Sonra gəldi 66. $200 qram suda X maddəsi həll olunaraq 40 dərəcədə hazırlanan doymuş məhlulun kütləsi 250 qram olmuşsa. Hesablayın. Heç bir şey. 200-dən 250 doymuşdursa, deməli 50 qramı duzdur. 50-ni bölürsünüz 200-ə, vurursunuz 100-ə. Sadəcə burada 100-ə vuracaqsınız. Niyə? Çünki qrafikdə 100 ilə ifadə edilibdir. Bu da eləyir 25. 67. 20 dərəcədə suda 800 qram doymuş X duzu məhlulu müəyyən miqdar həmin duzdan əlavə edilərək 50 dərəcəyə qədər qızdırılmışdır. Bu zaman əlavə edilən duz tam həll olmuş və sıxlığı 1,7 qram bölünsün millilitr olan doymuş məhlul alınmışdır. Alınan məhlulun həcmini hesablayın. Heç bir şey. Deməli, həll olunmayan misalım 600-dürsə, yenə 800 qram doymuş məhlulda nə qədər duz, nə qədər su olduğunu tapıram. Yenə x-i bölürəm 800 minus x-a, vururam 1000-ə, bərabər imiş 600-ə. X 300 eləyir, suyumuz isə 500 eləyir. Düzdür? İndi mən bura nə qədərsə duz əlavə eləmişəm, həmin duzu bilmirəm. Əlavə elədiyim duzu x ilə işarə eləyirəm. Onda duzun kütləsi olur 300 plus x, suyum isə elə olur 500. Vururam 1000-ə, bu dəfə isə bərabər imiş 700-ə. X buradan çıxır 50 qram. Deməli, onda mənim məhlulum 800 idi. 50 qram da əlavə eləmişəmsə, olub 850. M-im 850-dir. Rom 1,7-dir. V-ni istəyirsə, 850-ni bölməlisiniz 1,7-yə həcmini tapmalısınız. O da səhv eləmirəmsə 500 eləyir. Müəyyən temperaturda maqnezium sulfatın suda doymuş məhlulunun 252 qramında 12,4 mol oksigen atomu var. Həmin temperaturda maqnezium sulfatın əmsalını hesablayın. Deməli, 252 qramında 12,4. Nə gözəl, qəşəng sualdır. Bunu silək, hesablayaq, görək necə eləyirik bunu. Deməli, 12,4 mol oksigen atomu varsa, burada tam dəqiq ədəd alınmır axı. Maqnezium SO4-ümüz 120 qramdır. Düzdür? Mən bunu x mol götürsəm, hardan bilək? Yaxşı, bunu x mol götürdüm, oksigen atomunda y mol götürdüm. X mol maqnezium SO4-ün kütləsi olacaq 120x. Y mol oksigenin kütləsi isə olacaq 32y. Bunların kütlələrinin cəmi 252-yə bərabərdir. Oksigen atomlarının sayı isə 12,4 mol oksigen atomu eləyir. Oksigen atomu sayı isə 4x plus 2y bərabərdir 12,4-ə. Buradan x və y-in mol miqdarını tapa bilərsinizmi? Mən birincidə 252 məhluldur deyə 32y yox, suyun kütləsini yazıb 18y-lə hesablamalıyam. Elə də cavab çıxır. Bir dəqiqə baxım. Düz deyirsən, suyun oksigeni burada almamalıyıq. Düz deyirsən, 32y kimi almamalıyıq. Su kimi almalıyıq. Niyə? Çünki suyun tərkibindəki oksigen atomudur. Heç onun O2 kimi niyə yazdıq? Yerimə temperaturlar olandan beyni qarışır. 18y olur burada. Niyə? Çünki burada oksigen qazı yoxdur, axı oksigen atomu var. Oksigen atomu da suyun və maqnezium sulfatının tərkibindəkidir. Ona görə suyu nəzərə almalıyıq, məhlul dediyinə görə. Buradan x və y-i tapın görün, x və y neçə eləyir? 3-ünü tapmısan? X 0,6 eləyir müəllim. Y də 10 eləyir. Afərin.
Deməli suyum 10 moldur, maqnezium sulfatım isə 0,6 moldur. İndi bizdən nə istəyir ki? Həll olunma misalını istəyir. 0,6 mol maqnezium SO4-ün kütləsi 6 vur 12, 96 qram. 10 mol suyumda 180 qram. Belə eləyir də. 96 yox, 72. Həll olunma misalımız neçə çıxır burdan? 450. Vuranda 1000-ə cavab da olur 400. İndi istəyirsiniz uşaqlar bir dəfə də təkrar gedək üzərindən. Deməli, burada maqnezium sulfatı bilmirəm deyə x mol götürürəm. Məhlul dediyinə görə bir də burada hansı maddə var? Su var. Suyu da y mol götürürəm. Suyu da y mol götürsəm, maqnezium sulfatının kütləsi olur 120x. Suyun kütləsi olur 18y. Oksigenlərin kütləsinə baxanda 4x 1 molda oksigen götürəcəm deyə y mol. Mən bayaqları tənliyi tərsə qurmuşdum. Y-in yerinə 2y yazmışdım deyəsən. Bu bərabərdir 12 onda 4-ə, yuxarıdakı isə bərabərdir 252-yə. Bu tənliyi hesablayıb x alırsınız 0,6, y-də alırsınız 10. Deməli suyum 180 qramdır. Maqnezium SO4-üm isə 72 qramdır. Həll olunma misalını da tapanda 72-ni bölürsünüz 180-ə, vurursunuz 1000-ə. Aydın oldu? Kimləri yazmışdı Gülçindən başqa? Hafizə yazmışdın, Təmasib yazmışdın, Bəsti yazmışdın, Rəqsanə. Bir adlarını. Mən Aferin, yazmışdım. aferin. Gəldik 69-a. Uyğunluğu müəyyən edin. Müxtəlif cinsli qarışıq, təbaşir tozu və su qarışığı, maye, yağ və su qarışığı, C bura aiddir, D bura aiddir, Y bura aiddir. 70-də həll olunma əmsallarını hesablayırsınız, 71-də həll olunma əmsallarını hesablayırsınız, 72-də həmçinin artıq bunlarda